Baxaq növbəti 41-ci suala. X3 minus ionundakı elektronların sayı silisyum atomunda olan neytronların sayından 4 ədəd çoxdur. Biz birinci, gəlin baxaq görək, silisyumda neytron sayı nə qədərdir? Bilirik ki, protonla neytronun cəmi bizə nisbi atom kütləsini verir. Burada silisyumun proton sayı 14'dür, neytron sayını bilmirəm nə qədərdir, kütləsi isə nə qədərdir? 28. Neytron sayını tapdığımız zaman 28'e 14 çıxıram və tapıram ki, silisyumda neytronun sayı nə qədər olur? 14. Və bunu qeyd edirəm burada. Mənə deyir ki, X3 ionundakı elektronun sayı silisyum neytronun sayının 4 ədəd çoxdur. Deməli, 14'ü nə edəcəm? Üzərinə 4 gələcəm və tapıram ki, X-ın elektronun sayı 18'dir. Və məndən nə istəyir? X atomunun elektron formulu. X3 minusda əgər elektronun sayı 18 isə, proton sayını tapdığımız zaman yenə geri gedirəm. 18'den çıxıram, şurada edib 15. 15 olan hansı elementimdir? Fosfor. Deməli, mənim elementim fosfordur. Fosforu parçalayacağım. T fosfor yəni 15 isə parçalayıram. 1s2, 2s2, 2p6, 3s2, 3p3. Yenə nəzər yetirir, görürük ki, sonu sp ilə tutarır. Deməli, əsas yarı qrup elementidir yenə. Və sonra bizə baxdığımızda görürük ki, 3s2, 3p3 hanıda var? B variantında var.